Salam, hər vaxtınız xeyir. Hər kəs salamlayıram. Necəsiz? İnşallah ki, həmişə yaxşı olasınız. Məni soruşsaz, mən hələ ki xəstəyəm. Yaman belə pis keçirdim bu xəstəliyi. Bir neçə gündür heç yaxşı deyiləm. İndi bugün biraz özümə gəlmişəm. Dedim vlog sizin üçün hazırlayım, səsləndirim. Yenə səsimdə biraz qüsur var. Yəqin ki, üzürlü sayarsınız. Yəni vlogu səsləndirməliyəm deyə ona görə yəni başqa yol yoxdur da bu səslə dinləyəcəksiniz bu dəfə də vlogumu. Belə mən bugün deməli mərci şorbası hazırlayıram. Bir də yenə də pomidor şorbası. Pomidor şorbasını da özümə görə hazırlayıram. Ürəyim elə istədi, çünki xəstəyəm deyə elə bir şey yeyə bilmirəm. Pomidor şorbası turşməzə olur, biraz turşuluq olur onda. Ona görə mənə xoş gəlir, elə ürəyim istədi, dedim onu hazırlayım. Elə xəstəyəm onun üçün. Bir də mərci şorbası hazırladım. Evdə yəni uşaqlar, ailəm mərci şorbasını çox sevirlər. Çoxdan da hazırlamırdım. Elə onlar üçün də yenə bu şorbanı hazırladım. Çox quru yeməklər də yeyəndə olmur. Arada belə mütləq şorba da içməlisən. Düzdür, yayda şorbalar çox içilmir, isti olur deyə. Amma yenə də arada lazımdır məncə hazırlamaq. Belə siz necəsiz, nə edirsiniz? Günləriniz necə keçir? Nə iş görürsünüz? Mən də pomidor şorbam hazır oldu. Onun üçün qara çörək suxarı eləmişdim. Qara çörəkdən suxarı hazırlamışdım. Elə onunla da içdim şorbamı. Belə, yəni bugün ancaq elə şorba hazırlaya bilmişəm. Başqa elə bir iş görə bilmədim. Çünki yəni yaxşı deyildim. Səhəri gündəyik. Səhər durmuşam. Mətbəxə keçdim. Mətbəxdə bəzi işlərimi görməyə başladım. Qablar var idi, axşamdan yuyub qoyduğum, onları yığdım. Biraz yenə qab var idi, onları dedim yuyum. Bir neçə qab var idi. Biraz təmizlik işlərinə məşğul olmağa başladım. Yəni belə ağrısam da, xəstə olsam da neynəmək olar? Yəni ev işləri gözləmir. Elə yavaş-yavaş bəzi işlərimi görməyə başladım.
İşimi mətbəxdə bitirdim, yudum, yığışdırdım, peçi təmizlədim, səliqəyə saldım biraz mətbəxi. Sonra da dedim çay da dəmləyim, səhər-səhərdir, çay dəmləyəcəm. Bir də özüm üçün süd bişirdim, yəni süd qaynatdım. Dedim onu da doşabla içərəm. Doşab da elə az qalıb. Bir butulka idi. O bir butulkanı biz bütün qışı, yəni soyuqlama olduqca mən onu işlətmişəm. Yəni öskürəyə, sinəyə bilirsiniz ki, çox xeyri var. Dərman kimi elə işlədirdim. İndi də çox az qalıb. Elə o yadıma düşdü. Dedim elə südə qarışdırım, onu da içim. Çünki öskürəyim var. Düzdür, dərman içirəm. Amma belə yəni südün, doşabın da çox xeyri olur. Hətta mən südə sarı kök də əlavə edirəm, qarışdırıram və içirəm onu. O da çox xeyir eləyir öskürəkdə. O dəqiqə yəni öskürəyi açır, boğazı rahatlayır. Çox xeyirlidir. Amma əlbəttə ki, yaxşı sarı kök, təmiz sarı kök. Belə yəni. Siz nə edirsiniz? Siz necəsiz? Siz yəni xəstələnəndə yəni xəstə olmayın. Həmişə sağlam olun. Amma insanıq da, olur xəstələnirik, soyuqluyuruq. Siz nələr edirsiniz belə öskürəkdə, boğaz ağrısında, öskürəkdə, yəni soyuqlayanda, belə yəni dərmandan başqa hansı vasitələrdən istifadə edirsiniz? Yəni mən belə balla, sonra təmiz balla, yəni südü qarışdırıram, belə də içirəm. Yəni evdə ailəmə də, yəni soyuq olanda, onlar da xəstələnəndə bu cür onlara da belə bir süd qarışımları hazırlayıram. Çayımı dəmlədim. İndi də səhər yeməyi üçün pomidor yumurta hazırlayıram. Bilirsiniz də, yəqin ki, əvvəlki vloqlarıma baxmışsınızsa, bir neçə vloqda demişəm, bizdə pomidor yumurta çox sevilir, uşaqlar çox sevirlər. Pomidor yumurtanı hətta tək səhər yox, günorta, axşam belə hazırlasam, sevə-sevə yeyirlər. Bizdə o yeyilir. İndi də yenə onlar üçün pomidor yumurta hazırlayıram səhər yeməyinə. Sonra da axşam yeməyi üçün hazırlıq görəcəm. Çünki günorta yəni elə də heç kim olmur bizdə çox vaxtı. Yəni özüm tək oluram. İndi də özüm elə xəstəyəm deyə şorbamdan qalıb, pomidor şorbamdan onu içəcəm. Biraz tuş məzəliyi olduğu üçün, bayaq dediyim kimi, o mənə xoş gəlir deyə elə onu içəcəm. Mənim öz yeməyim var. İndi ev üçün, ailə üçün axşama hazırlıq görəcəm. Görüm nə hazırlayaram. Fikrimdə badımcan dolması, yəni badımcan, pomidor, biber dolması tutmuşam, istəyirəm onu hazırlayım. O da bizdə sevilən yeməkdir. Çox yaxşı yeyilir. Yay yeməyidir. Yəni sevilir və yaxşı da yeyilir. Ona görə elə fikirləşirəm ki, o yeməyi hazırlayaram.
Gördüyünüz kimi deməli dolmanın qiyməsini hazırladım. Soğan biraz qovurdum. Əti də qiyməni oraya əlavə edirəm. Duzunu, istiotunu, sarı kökünü, hər şeyini vururam. Bir də reyhan doğrayıb əlavə etdim. Onları çəkmədim sizin üçün. Çünki dəfələrlə kanalımda badımcan, pomidor, biber dolmasını necə hazırlayıram. Yəni onu çəkib sizin üçün göstərmişəm. Ona görə də çəkmədim bu dəfə. Çox az çəkdim. Belə yəni badımcanların duzlayıb badımcanları yəni acısını çıxartdım, yudum, təmizlədim. Yəni hamı etdiyi kimi də hamımız bilirik ki badımcan dolması necə hazırlanır. Yəni belə hazırladım. Axşam yeməyim hazırdır. Uşaqlar şirin bir şey istədilər. Şirniyyat nəsə ürəkləri istədi. Axşam çayında içməyə, yəni yanında, çayın yanında yeməyə. Mən də fikirləşdim ki, tez olsun, nə eləyə bilərəm. Elə pankek yadıma düşdü. Nə vaxt hazırlamırdım. Pankek hazırladım. Pankeki mən ancaq məsələn səhərlər adam var səhərlər hazırlayır. Mən yox, mən yəni onu səhər də, axşam da, günorta da hazırlayıb yeyə bilərəm bir şirniyyat kimi. Yəni çayın yanında yaxşıdır. Belə pankek hazırlamağa qərar aldım. Pankeki hazırlayıb bir hissəsinə deməli mürəbbə suyu, əslində balda var idi. Balda üzərinə gəzdirə bilərdim. Nəsə bal dedim ağır olar. Ağ gilas mürəbbəsinin suyu, şirəsi var idi məndə. O da bal kimi olur, yəni gözəl olur. Həm də ətirlidir. Elə ondan pankeklərin üzərinə gəzdirdim. Bir hissəsinin də üzərinə qatılaşdırılmış süt. Yəni də zqışovnu moloko deyirik. İndi dilimiz elə öyrəşib. Yəni qatılaşdırılmış süt. Ondan gəzdirdim. Ondan da çox dadlı olur, ləzzətli olur. Mən görürsünüz ki, pankekin üzərinə kakao ilə pudra şəkər, yəni şəkər pudrasını daha doğrusu onları qarışdırıb üzərinə səpirəm. Elə də gözəl olur. Meyvə də üzərinə doğrayıram. Yəni hər cür edirəm. Şokolad yağı ilə də. Yəni bu çox qəşəng olur. İndi yəni ancaq belə ağ gilas mürəbbəsinin şirəsi, bir də qatılaşdırılmış südlə. Yəni o da çox dadlı olur. Yəni yeyilir bizdə. İndi kim necə sevir, kimin zövqü necədir, elə də hazırlayır, elə də yeyir. Yəni bizdə belə yeyilir. Sizdə necə? Siz də hazırlayırsınız pankek və hazırlayanda onu hansı, yəni nə ilə yeyirsiniz? Hansı cür yəni sevirsiniz? Yəni bizdə belə. Elə ancaq onu edə bildim, çünki başqa nəsə etməyə sözün düzü o halda değildim. Elə tez olsun deyə ona görə bunu hazırladım. Özüm də çayla pankekin dadına baxdım. Çox gözəl alınmışdı, dadlıydı. Hər şey yerli yerində. Qəşəng, ləzzətli alınmışdı. Burada da sizinlə sağollaşmaq istəyirəm. Vloqum burada bitir. Vloqum xoşunuza gəldisə bəyənməyi unutmayın. Yeni izləyicilərim varsa, vloqlarım xoşlarına gəlirsə, abunə olmağı və videolarımı bəyənməyi unutmasınlar. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın. Hələlik.